Kaftar deyəndə ağlınıza nə gəlir? Qəhqəhə çəkən, özünü cüzdəllah kimi aparan, amma təbiətin ən bir canlılarından olan heyvan. Bəli, düz fikirləşmirsən. Bugün sizə təbiətin ən keysər canlısı kaftarlardan danışacağım. Bu səsləri eşidəndə elə bilirsən Bəhirləci xala hansısa TikTok videosuna baxıb güdür. Amma yox, bunlar əslində onların biz-bizi ilə ünsiyyət formasıdır. Bəli, bu dalboyaqlar biz-birindən gülərək söhbət edirlər. İndi deyəcəksən ki, qardaş, bu heyvanlar birlikdə gəzən az heyvanlardır da. Ama yox, qardaş, bunlar Afrikanın mafya klanlarıdır. Onların 50%'ni özləridir. 50%'ni də ondan bundan sıkıştırıb başlarını fırlayırlar. Bunların dişisini, erkəğini seçmək biraz çətin məsələdir. Dişilərdə elə bir aksesuar var ki, görsən, salam aleyküm qardaş, nə qulluq deyərsən. Təbiət bunları dizayn edəndə deyəsən biraz içkili olub. Bu menozopların sürüsünü qadınlar tərəfindən idarə olunur. Yəni, bir dişi iftar, nəsə desə, erkəklər bəli bacı, baş üstə deyib, çıxıb gedirlər. Yeni doğulan kaftarlar və ilk gündən biz-birinin gözünü çıxarmağa çalışır. Niyə? Çünki ya sən yaşayarsan, ya mən. Elə bir doğulmamışdan qabaq, Squid Game göstəriblər. Qardaş, bir də həyat oları sən Allah. Gecələr